Dostlar, təsəvvür edin, hər gün kartını işlətdiyiniz, qabağından keçdiyiniz o Paşa Bankın rəsmən sahibi olursunuz. Daha doğrusu payçısı olursunuz. Bəli, ölkəmizdə ilk dəfə özəl bir təşkilat Paşa Bank səhmlərini hamımız üçün saça çıxarır. Yəni rəsmən IPO elan edir. Bu qəliz söz IPO nə deməkdir? Gəlin bunu sizə sadə pizza nümunəsi ilə izah edeyim. Baxın, normal bir pizzanı dilimləyəndə uzağı 1-2 nəfər üçün bəs edir. Düzdür? Amma böyük bir şirkət düşünəndə bu pizza adi bir pizza yox, nəhəng bir pizza olur. Və şirkət IPO elan etdikdə bu nəhəng pizzanı minlərlə, hətta milyonlarla kiçik dilimlərə bölür və deyir: "Gəl, sən də bu dilimlərdən birini al." Yəni səhmə sahib ol. Bax, aldığın o dilimlərin hər biri əslində bir yatırımdır. Bankın işləri yaxşı getdikcə, böyüdükcə səhmlər dəyər qazanır. Yəni sən bu gün aldığın səhmi gələcəkdə bazarda daha dəyərli qiymətə satıb qazanc əldə edə bilərsən. Amma qazanc təkcə burada bitmir. Sən həm də şirkətin gəlirlərinə ortaq olursan. Yəni şirkət il sonunda əldə etdiyi gəlirin bir qismini investorları ilə, yəni səninlə bölüşür. Bəs Paşa Bankın səhmləri kimlər üçündür? İnvestisiya dünyasına ilk adımını atmaq istəyənlər üçün. Kapitalını qoruyub sabit böyüməyi hədəfləyənlər üçün. Maliyyə imkanlarını daha effektiv dəyərləndirmək istəyənlər üçün və ən əsası ölkə iqtisadiyyatının inkişaf hekayəsinin bir parçası olmaq istəyən hər kəs üçün. Yaxın zamanlarda istər fiziki, istər hüquqi şəxslər Birbank Invest tətbiqi vasitəsilə abunə yazılışında iştirak edib rahatlıqla səhmdar ola biləcək. Təbii ki, dostlar, bu mənim sizə "gedin alın" deməyim deyil. Mən sadəcə yerli bazarda olan yeni imkanları sizinlə paylaşıram. Bəs siz Birbank Investdən istifadə edərək Paşa Bank səhmlərini almağı düşünürsünüzmü? Fikirlərinizi şərhə yazmağı unutmayın. Sağ olun və salamat qalın.